Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pərfi Yurut qızıdır. Təkrar sertifikasiyaya dəstək məqsədi ilə 11-ci sınavımı bu günlərim sizlərə təqdim edirəm. Əgər bu tipdə videolar sizlər üçün faydalıdırsa, kanala abunə olmağı, rəy yazmağı unutmursunuz. Eyni zamanda ətrafınızda da təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlər varsa, bu videonu onlara göndərməyiniz imtahanda onlar üçün faydalı ola bilər. Gəlin vaxt itirmədən birinci sualımızla başlayaq. Müəllim şagirdlərə iqlim dəyişikliyinin ətraf mühitə təsiri mövzusunda təqdimat hazırlamağı tapşırır. Şagirdlər bu təqdimatda konkret faktlardan istifadə edərək səbəb-nəticə əlaqələrini göstərməlidirlər. Bu tapşırıq taksonomiyanın hansı səviyyəsinə aiddir? Taksonomiyanın 6 səviyyəsi var. Aşağı təfəkkür səviyyəsinə aid olanlar, yuxarı təfəkkür səviyyəsinə aid olanlar, xatırlamaq, anlamaq, tətbiq eləmək, bunlar aşağı təfəkkür səviyyəsi hesab edilir. Təhlil etmək, dəyərləndirmək, yaratmaq isə yuxarı təfəkkür səviyyəsi hesab edilir. Və bizə şərtdədir ki, bu təqdimatda konkret faktlardan istifadə edərək səbəb-nəticə əlaqəsini şagirdlər göstərməlidirlər. Yəni, şagirdlər təhlil eləməlidirlər. Taksonomiyanın hansı səviyyəsində aid olacaqlar? Təhlil Y variantında verilibdir. Buyuraq, ikinci sualımıza baxaq. İkinci sualdan bizdən nə istəyir? Verilmiş rəng nümunələrindən hansı effektivdir? Rəy verilən zaman şagirdə həssaslıqla çatdırılmalıdır, zamanında verilməlidir, spesifik verilməlidir, eyni zamanda gələcəyə yönəlik olmalıdır, idraki fəaliyyətə rəy uyğun olmalıdır. Tapşırığın icrasına başlamazdan əvvəl plan qurmanız məqsədə uyğundur. Bu, zamanınızın daha düzgün idarə etməyə və işin keyfiyyətini artırmağa yardım edəcəkdir. Yəni, müəllim burada şagirdlərə istiqamət verir. Plan qurmanız məqsədə uyğundur. Bu zaman işləri idarə etməyiniz, işin keyfiyyətini artırmağına kömək edəcəkdir. Effektiv rəy hesab edə bilərik. Müəyyən vəziyyətlərdə öz fikrini aydın və əsaslandırılmış şəkildə ifadə etməyin vacibdir. Siz bu sahədə uğur göstərsiniz. Eyni zamanda da effektiv rəydir bu da. Sual verdikdə cavabları dinləməməyiniz müzakirəyə mənfi təsir edir. Bu vərdişiniz sizi komanda işindən uzaqlaşdırır və qeyri-peşəkar təəssürat yaradır. Verilən rəy tənqid etmiş olur müəllim burada şagirdi. Yəni, effektiv rəy hesab edə bilmərik. Burada istiqamət vermədi, yol göstərmədi müəllim şagirdə. Sadəcə olaraq şagirdi tənqid etdiyinə görə verilən C variantını biz effektiv rəy hesab edə bilmərik. Üçüncü sualımıza baxaq. Yenə də verilənlərdən hansı effektiv rəy deyil, eyni tipli sualdır. Rəhbərlik etdiyiniz qruplarda rolları ədalətli bölüşdürməyiniz komanda üzvlərinin motivasiyasını artırır. Effektiv rəydir. Fikir bildirməyə cəhd etsəniz də çox vaxt səhv yanaşmalar sərgiləyirsiniz. Bu sizi zəif təqdim edir. Çox səhv sərgiləyirsiniz. Harda səhv eləyirəm? Nəyi səhv eləyirəm? Müəllim bunu aydın şəkildə şagirdlərə çatdırmır. Yəni, verilən rəy spesifik deyil, aydın olmalıdır. Verilən rəy hal-hazırda ümumi rəy olduğuna görə biz bunu doğru hesab edə bilmərik. Hansı effektiv deyil, B variantını götürə bilərik cavabında. Növbəti sualımıza baxaq. Verilmiş rəy nümunələrindən hansı effektiv deyil? Öz fikrinizi əsaslandırmaq üçün arqumentdən istifadə etməyiniz sizi inandırıcı və güvənilir edir. Effektiv rəydir. Müzakirə zamanı qarşı tərəfi dinləmədən nəticəyə gəlirsiniz. Bu isə dialoqu zəiflədir və məqsədə çatmağa mane olur. Yenə də verilən rəy tənqidə yönəlibdir. Yəni, müəllim burada şagirdə tənqid edir. Sadəcə istiqamət vermir, spesifik və yaxud həssaslıqla şagirdə çatdırılan nələrsə olmadığına görə biz B variantını effektiv rəy hesab edə bilmərik. Sualın cavabı olacaq B variantı. 5-ə baxaq, uyğunluğu müəyyən edin, holistik rubrik, analitik rubrik. Hər tapşırığa ayrı-ayrılıqda baxmaq daha əlverişlidir. Ayrı-ayrılıqda deyilsə, bu analitik rubrik ola bilər. Bütün meyarları eyni anda tətbiq edərək işi ümumi mühakimə əsasında qiymətləndirir. Holistik rubrika aiddir. Şagird fəaliyyətinin hansı aspektlərinə diqqət ayırmağı öyrənirlər. Bu daxildir.
analitik rubrikə C variantını qeyd edək. Bir neçə meyarı nəzərə alaraq qiymətləndirmə şkalası təqdim edə bilər. Bu da holistik rubrikə aiddir. D-ni də qarşıdan qeyd elədik. 1-də B, D, 2-də isə A, C. Sualımızın cavabı olacaqdır A variantı. Növbəti sualımıza keçid edək. Müəllim oktyabr ayında keçirilən imtahan nəticəsi ilə noyabr ayında eyni mövzuda keçirilən imtahan nəticələrində kəskin fərqlənir. Nəticələr qiymətləndirmə prinsipinin hansının tələbinə cavab vermir? Uyğunluq, etibarlılıq, spesifiklik, qərarsızlıq, obyektivlik. Baxın müəllimlər, burada spesifik, qərarsızlıq, obyektiv. Qiymətləndirmənin belə bir prinsipi yoxdur. Qiymətləndirmənin iki prinsipi vardır. Bunun cavabı ya uyğunluq ola bilər, ya etibarlılıq ola bilər. Çünki qiymətləndirmənin iki prinsipi var. İndi varianta baxaq. Oktyabr ayında keçirilən imtahan nəticəsi noyabr ayında eyni deyil. Yəni eyni mövzu olmasına baxmayaraq, amma nəticələr bir-birindən kəskin fərqlənir. Deməli ki, nəticələr etibarlı deyil. Əgər biz uşağın birinci yazdığı sınaqda, testdə, imtahanda 90 bal alırsa, növbəti imtahanda ondan nisbətən aşağı bal alırsa, amma eyni mövzuya aiddir, artıq bu kəskin fərqlənirsə, deməli ki, burada etibarlılıq prinsipi pozulubdur. Cavab olacaqdır B variantı. 6-cı suala baxaq. Uyğunluğu müəyyən edin. Formal müşahidə, qeyri-formal müşahidə. Ümumiləşdirici dərslər zamanı aparılması məqsədə uyğundur. Ümumiləşdirici dərslər zamanı aparılan formal müşahidədir. Şagirdlərin fəaliyyətini strukturlaşmış formada müşahidə etməyə şərait yaradır. Formal müşahidədir. Qiymətləndirmə vərəqi olmadan spontan olaraq həyata keçirilə bilər. Qeyri-formal müşahidəyə aiddir. İndi baxaq. 1-ə AB-ni qeyd elədik, 2-də C-ni qeyd elədik. 1-də AB, 2-də isə C. Sualın cavabı olacaqdır D variantı. Baxaq 8-ci suala. Rubrik haqqında yanlış fikri müəyyən edin. Qiymətləndirmə zamanı ümumi bacarığa yönəlmiş rubriklərdən istifadə daha səmərəlidir. Yanlışdır elə bu. Çünki ümumi bacarıqlara yönəlmiş rubrikdən istifadə daha səmərəlidir deyir. Rubrikin əsas məqsədi şagird fəaliyyətini qiymətləndirməkdir, doğrudur. Rubrik vasitəsilə şagird həm dərsin məqsədinə çatıb-çatmadığını, həm də qrup işində fəaliyyəti qiymətləndirmək olar, doğrudur. 3 hissədən ibarətdir. Meyar, keyfiyyət səviyyəsi. Keyfiyyət səviyyəsinə uyğunluğunun qiymətləndirmənin təsiri, doğrudur. Rubriki hazırlayarkən müəllim qiymətləndirəcəyi bağlı bacarığı və yaxud tapşırığı meyarları dəqiqləşdirməlidir, doğrudur. Ümumi bacarıqlara yönəlmiş olması rubrikə aid olan yanlış fikirdir. 9-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Bu sualın cavabını biraz öncə səsləndirdik əslində. Şagirdlər nəyi qiymətləndirəcəyini müəyyənləşdirir. Nəyi qiymətləndirəcəyini müəyyənləşdirirsə, bu meyar ola bilər. Meyarları necə və hansı səviyyədə qiymətləndirəcəyi öz əksini tapır. Bu, keyfiyyət səviyyəsi ola bilər. Şagird özünün nailiyyəti barədə aydın təsəvvürə malik olur. Meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. İndi variantlara baxaq. 1-də meyarlar hardadır? Meyarlar. 1. Meyarlar. 2. Keyfiyyət səviyyəsi. 2-də isə bura verir. Meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri yanlışdır. 3-ə baxaq. Şagird özünün nailiyyəti barədə aydın təsəvvürə malik olur. Meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsvirində öz əksini tapır. Cavab olacaqdır A variantı. Bu tip videolar sizlər üçün faydalıdırsa, müəllimlər kanala abunə olmağı, həmkarlarınızla paylaşmağı unutmursunuz. Növbəti 10-cu sualımıza baxaq. 10-cu sualda nə deyir bizə? Diaqnostik qiymətləndirmənin məqsədi hansı bəddə yanlış göstərilmişdir? Bölmənin əvvəlində şagirdin bilik bacarıq səviyyəsini müəyyənləşdirməyə xidmət edir. Bölmənin əvvəlində dediyinə görə, bəli, biz bunu doğru götürürük.
diaqnostik qiymətləndirməyə aiddir. Şagirdin təlim fəaliyyətini izləməyə və inkişaf etdirməyə xidmət edir. İzləmə, inkişaf varsa, bunlar informativ qiymətləndirməyə aiddir, diaqnostika aid deyil. Elə bizdən də diaqnostiklə bağlı yanlış fikir istəyirdisə, birini seçə bilərik. Çünki bu formativə aiddir, diaqnostik qiymətləndirməyə aid deyil. Bu qədər müəllimlər, sualların hər birinin izahını verdim. İnşallah ki, bu sizin üçün faydalıdır. Mütləq şəkildə də rəy bölməsində fikirlərinizi qeyd eləyin. Hər birinizin fikirlərinə baxıram. Hər birinizin fikri mənim üçün önəmlidir. Bu qədər müəllimlər. Növbəti sınaqlara dək sağ olun, salamat qalın.